şüur altında qarmonlara təsir eləyir, hipofiz, qalxanvari və böyrək üstü vəzləri və s. və müəyyən stres qarmonlar, noradrenalin, adrenalin, epinefrin, bunlar hamısı qanda olur və müəyyən gərginliklər yaradır. Bunların qarşısını almaq mümkün deyil, amma onların nəticəsini, mənfi nəticəsini azaltmaq olur. Nəyin hesabına? Xüsusi relaksativ texnikalar hesabına. Bəşəriyyət bir çox texnologiyalar yaradıbdır. Artıq əsasən bunlar şərqdə qorunub saxlanılıb. Çin, Hindistan, Yapon mədəniyyətində bunlar çox gözəl saxlanılır və oradan biz bəhrələnə bilərik. Bugün ona imkanımız var. Şəbəkə, internet və s. sistemlər inkişaf edir və hər bir kəs istənilən məlumatı istənilən yerdə ala bilər. Ona görə də belə bir texnologiyalar var. Tai Chi, Qigong, Pranayama, yoga və bu kimi şəfa sistemlərində təzyiqin bir dəfəlik yox olmasını, insanın daxili huzurunun bərqərar olunmasını təmin etmək olur. Azərbaycanda biz ilk meditasiya mərkəzinin rəhbəri və təsisçisi kimi biz bunu illərcə təqdim eləyirdik, təbliğ eləyirdik və bugün də deyirik ki, onkoloji xəstəliklərin yaranmasında ən vacib faktor psixogen faktordur.